Novruz süfrəsinin bəzəyi olan şəkərburanı gəlin birlikdə hazırlayaq. İlk olaraq xəmiri hazırlamaqla başlayaq. Yoğurma qabına 500 qram un və 200 qram otaq temperaturunda olan kərə yağı alınaraq umac edilir. Yağ tam una qarışıb həll olduqdan sonra üzərinə bir paket şəkərli vanil töküb qarışdırırıq. Bir çimdik duz töküb yenidən qarışdıraq. Ayrı qabda xama, yumurta və şəkər tozu tam həll olunadək çalırıq. Hazırladığımız qarışımı xəmirin üzərinə tökürük. Daha sonra 1 çay qaşığı ucunda olan mayanı 1 çay qaşığı suda həll edərək xəmirə əlavə edirik. Ən son 2-3 xörək qaşığı süd də töküb yoğuraq. Ələ yapışmayan yumşaq xəmir əldə edək. Yarım saat xəmiri gözlədək. Bu sırada biz içliyi hazırlayaq. İçlikdə mən 350 qram qabığı təmizlənmiş fındıq, 400 qram şəkər tozu, 1 paket vanil və 1 çay qaşığı hildən istifadə etdim. İçliyi kənara qoyub 70 qramlıq kündələr hazırlayaq. Verdiyim bu ölçülərlə 20-21 ədəd şəkərbura alınır. Kündələri videoda gördüyümüz kimi açaq. Burada bir məqama diqqət edin ki, açdığınız kündələri 5-6 dənədən artıq üst-üstə yığmayın. Bütün kündələri açıb bitirdikdən sonra ilk açdığımız kündələrdən başlayaraq götürək. Kənarlarına azca su vuraq. Sonra 2 dolu çay qaşığı içliyi səliqəli yerləşdirib bükək. Çalışaq ki, içlik kənarlara dəyməsin. Əks təqdirdə xəmiri bağlaya bilməyəcəyik. Kənarının və üzərinin naxışını etdikdən sonra iynə ilə büküm hissəsindən deşikləyək. Üzərinə heç nə örtmədən 20-25 dəqiqə gözləyək ki, üstündəki naxışlar qurusun.
Quruduqdan sonra 170 dərəcəli sobanın alt-üst rejimində üzərini qızartmadan bişirək. Əgər şəkərburanın qarın hissəsinə yüngül toxunanda içəri çəkmirsə, artıq bişib deməkdir. Ümid edirəm ki, videomu bəyənərsiniz. Əgər bəyəndinizsə, kanalıma zəhmət olmasa abunə olun və şərh yazın. Növbəti Novruz videolarında görüşənədək hələlik.